Bismillahirrahmanirrahim. Bir qardaş sual göndərib bizə ki, son dövrlərdə ruqiyyə edənlərin sayı getdikcə artır. Ruqiyyə, yəni xəstəyə dua oxumaqla, ayələri oxumaqla onu müalicə edənlər. Ruqiyyə oxuyanlar bunun müqabilində zəhmət haqqı ala bilərlərmi? Sual belədir. Əvvəla qeyd edək ki, xəstəni ruqiyyə etmək sünnəyə uyğundur. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu edib, sahabələr də bunu ediblər. Lakin onu necə etmək, yəni doğru, düzgün şəkildə qaydasını Peyğəmbər sallallahu aleyhi və səlləmin və sahabələrin etdiyi kimi, həddi aşmadan o cür etmək gərəkdir. Sahabə gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına deyir, ya Rasulullah, İçimdə bir ağırlıq var, əziyyət verir mənə. Rasulullah sallallahu aleyhi və səlləm əlini onun sinəsinə yavaşca vuraraq deyir, uxruc aduvallah, çıx ey Allahın düşməni. Bu cür Peyğəmbər sallallahu aleyhi və səlləm onu, o xəstəni müalicə edir. Sahabələrdən də, bu da İmam Buxari rahiməhullahın səhihində nəql edilib, bir dəstə sahabə bir kənddə keçərkən bu kəndin qəbilə başçısı xəstə olur və sahabələrdən soruşurlar ki, aranızda ruqiyyə edən varmı? Yəni, müalicə edən varmı dua ilə? Sahabələrdən biri deyir, bəli, mən edə bilərəm. Gəlir ona Fatihə surəsini oxuyur, əlini qoyur, bədəninə Fatihə surəsini oxuyur. Müalicə edir onu, o da sağalır və sağaldığına görə bir qoç hədiyyə edir sahabələrə. Sahabələr bu qoçu götürür, amma öz aralarında məsləhət edir, deyirlər ki, bəlkə bu bizə halal deyil, gedək Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşaq. Rasulullah sallallahu aleyhi və səlləmdən soruşurlar, deyir ki, halaldır və o qoçdan bir payda mənə ayırın. Bu hədislərdən aydın başa düşülür ki, xəstəni ruqiyyə etmək icazəlidir. Sünnəyə uyğun ruqiyyə edilməlidir, həddi aşmaq olmaz. Yəni, xəstəni ölüncəyə qədər döymək ki, ondan hansısa bir qüvvəni kənarlaşdıracam, bu düzgün deyil. Həmçinin, xəstəni müalicə etdikdən sonra ondan müəyyən bir məbləğ tələb etməmək. Sahabələr demədilər ki, bizə bu qədər məbləğ, bu qədər pul verəcəksiniz və s. Lakin, əgər xəstə özü, öz istəyi ilə onu müalicə edən adama zəhmət haqqı verirsə, bunu götürmək halaldır. Təbii ki, ruqiyyəni edən adam təmənnasız edib savab qazanmaq istəsə, bu onun üçün daha xeyirli olar. Axirətdə onun mükafatı daha böyük olar. Lakin adam əgər kasıbdırsa, ehtiyacı varsa və müalicə etdiyi adam da ona zəhmət haqqı verirsə, onu götürə bilər. Burada bir eyib yoxdur, bir qəbahət yoxdur. Həmçinin xəstə də zəhmət haqqını verəndə o xəstəni müalicə edən adama layiq zəhmət haqqı versin. Necə ki, o qəbilə başçısı sahabələrə bir qoç verdi. Yəni, qəpik quruş verərək o adamı alçatmasın. Dəyər versin ona. Bir də ruqiyyə edən adam əgər ona verilən məbləğ qani etmirsə, etiraz etməsin, deməsin ki, bu nədir verirsən mənə? Mənə daha çox verməlisən. Bu da uyğun deyil müsəlman axlaqına. Və bəzən eşidirsən ki, ruqiyyə edənlərdən kimlərsə böyük məbləğdə qiymət oxuyurlar. Təəccüb edirsən, deyirsən ki, bunlar necə özünə mən Peyğəmbər s.ə.v-i sahabələri yolunu gedən müsəlmanam deyir. Axı, onlar belə şey etməyib. Odur ki, əziz müsəlmanlar, bu məsələlərə diqqət yetirin. Allah hamımıza bu belə işlərdə yardım etsin.